Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 18 dekabr tarixidir və 19 dekabr olan günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Bu da Milli Hidrometeorologiya Xidmətinin dekabrın 19-na olan günün hava haqqında məlumatı idi ki, biz informasiyanı aldıq və diqqətinizə çatdırdıq.